Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Sizi Bakı Beynəlxalq Təhsil sərgisindən salamlayıram. Təhsil 365 xəbər portalı olaraq beynəlxalq təhsil imkanlarını işıqlandırmaq məqsədi ilə hazırladığımız reportajı sizlərə təqdim edirik. Bugün biz gənclərə geniş akademik seçimlər təqdim edən təhsil sərgisində bir araya gəlmişik. Qarşıda sizi müxtəlif ölkələrdən universitet nümayəndələri, o cümlədən dəyərli məlumatlar gözləyir. Gəlin, sizinlə bir yerdə həmin sərgiyə keçid edək. Mən Odlar Yurdu Universitetinin təhsildə sosial psixoloji xidmət ixtisasının 2-ci kurs tələbəsi Ağaziyeva Bançe. Bugünkü sərgi çox maraqlı keçir. Biz burada xaricdə təhsil almaq üçün necə irəliləməyi və necə təhsil ala bilərik, bunun yollarını öyrəndik. Sərgi ümumi olaraq çox maraqlı və yaxşı keçir. Biz İstanbul Okan Üniversitesinin Azərbaycan nümayəndəliyi, Bakı ofisi, İstanbul Okan Üniversitesi 1999-cu ildə yaranmış Vakıf Üniversitesidir. Geniş perspektiv imkanları var. Üniversite İstanbulda 2 kampüsdən ibarətdir. Tələbələr üçün müxtəlif proqramlar var, sosial bilimlər, sağlıq bilimləri və s. bütün ixtisaslar üzrə demək olar ki, qəbul imkanlarımız var. Bunun paralelində diplomlar Azərbaycanda və bütün dünyada tam şəkildə tanınır, bir mənalı şəkildə. Dövlətimizdə akkreditasiyadan keçmiş bir üniversitedir. Mən Ələkbərli Sona, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsiyəm. Mexanika Riyaziyyat Fakültəsi üzrə oxuyuram. İxtisasım mexanikadır. Bugün bu sərgidə olmağıma səbəb odur ki, başqa dövlətlərdə, başqa ölkələrdə olan təhsillər haqqında məlumat alım. Əsasən magistr təhsili ilə maraqlanırdım və bəzi suallarıma cavab tapdım. Nömrəmi də qeyd etmişəm, fərqli yerlərdə qeyd etmişəm. Oradan da mənə məlumat göndəriləcək. Çox yaxşı keçdi, sərgi çox maraqlıydı. Bizə bu tip şeylər verdilər. Hər biri ilə yaxından tanış olmaq mənim üçün yaxşı təəssürat bağışladı mənə. Salam, mən Məsimov Ruslan. Bu sərgidə iştirak etmə məqsədim xarici universitetləri haqqında məlumat almaq. Özüm də burada fizika vadisi Sadiq Şamilov və İnqilab Riyaziyyat Mərkəzindəyəm. Xarici universitetlərlə bağlı məlumat almaq üçün gəlmişəm, yəni təşkil edirəm. Çox gözəl bir sərgidir mənim fikrimcə. Mən Məhəmməd Bayramov, İnqilab Riyaziyyat Mərkəzinin tələbələrindənəm və buraya gəlmişəm ki, dünya görüşümü açsın, dünya universitetləri ilə tanış olum və universitetlər haqqında məlumatlar alım. Və indi də burada inşallah yaxşı olacaq, gəzirəm və fırlanıram. Burada universitetlər haqqında məlumatlar alıram. Hörmətli tamaşaçılar, Bakı Beynəlxalq Təhsil sərgisindən hazırladığımız reportajı sizlərə təqdim etdik. Ümid edirik ki, bu sərgi xarici təhsil planlarınızı daha aydın formalaşdırmağa kömək elədi. Gələcək seçimlərinizdə sizə uğurlar. Böyük hədəflərə aparan yolda isə bol-bol motivasiya arzulayırıq. Sağ olun, növbəti reportajlarda görüşənədək.